Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik. Azərbaycan liderinin Moskva səfərinin ləğv etməsinə təsir göstərən bəzi amillər məlum olub. Qeyd edək ki, Azalın sərnişin təyyarəsinin qəzaya uğramasından 5 ay keçsə də, Rusiya tərəfindən hər hansı əməliyyat istintaq tədbirləri aparılmayıb. Eləcə də bu hadisədə günahı olanlar tapılaraq məsuliyyətə cəlb olunmayıb. Eyni zamanda bir müddət əvvəl Azərbaycanın bir sıra media resurslarında kiberhücumların Rusiyadan edildiyi təsdiqini tapıb. Moskva bu məsələyə də aydınlıq gətirməyib. Bundan başqa bir neçə gün əvvəl Azərbaycan parlamentinin üzvü Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulub. O, Moskvada aeroportda saxlanılaraq deportasiya edilib. Rusiya tərəfi isə məsələ ilə bağlı əsaslandırılmış hər hansı açıqlama verməyib. Bütün bu amillərin Azərbaycan prezidentinin Moskvaya səfərinin təxirə salınmasına təsir göstərdiyi bildirilir.